Azərbaycanda özəl pensiya fondları haqqında yeni qanun layihəsi hazırlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat açıqlayıb. Ümumiyyətlə, nəzərə alsaq ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Ölkəmizdə bu proses necə həyata keçiriləcək? Bu barədə əməkdaşımız Rəqsani İbrahimzadə ilə Nazirliyin nümayəndəsindən məlumatları almağa çalışacaq. Hər vaxtın xeyirli olsun Rəqsani. Yeni qanun layihəsi barədə məlumat verərdin. Həmçinin özəl pensiya fondlarının yaradılmasının əhəmiyyəti barədə danışmağını istərdik. Bu, vətəndaşlara hansı imkanları yaradacaq? Buyur, söz səndə. Salam, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi Azərbaycanda özəl dövlət pensiya fondlarının yaradılması ilə bağlı artıq qanun layihəsi hazırlanıb və bununla bağlı məsələ hazırda aidiyyatı qurumlarla razılaşdırılma mərhələsindədir. Detallar müzakirə olunur və dünya təcrübəsində dediyiniz kimi çox yayılmış bir məqamdır bu və elə Azərbaycanda da bununla bağlı hazırda işlər görülür. Daha detallı informasiyalar isə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Emil Əliyevdən alacağıq. Xoş gördük Emil bəy. Təfərrüatları, detalları sizdən eşitdik. Bu məqam, yəni xalqa, insanlara nə vəd edir? Salam, mən də sizi salamlayıram. Bildiyiniz kimi, əksər inkişaf etmiş ölkələrdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Belə ki, onlar əmək fəaliyyəti dövrlərində həmin bu özəl pensiya fondlarına öz gəlirlərindən müvafiq ayrılmalar edirlər ki, bu da onlara imkan yaradır ki, onlar əmək pensiyası hüququ qazandıqda dövlət pensiyasından əlavə həmin bu özəl pensiya fondlarının onlara təqdim etdiyi pensiyalardan da yararlana bilsinlər. Yəni, özəl pensiya fondlarının yaradılması vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və eyni zamanda maliyyə bazarlarının inkişaf etdirilməsi ilə bağlı əhəmiyyət kəsb edir, çox əhəmiyyətli rol oynayır. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafına dair strategiyasında dövlət pensiya təminatı sisteminin dayanıqlı inkişaf etdirilməsi üçün aralıq nəticə kimi özəl pensiya institutlarının formalaşdırılması, özəl pensiya institutlarının fəaliyyəti üçün hüquqi bazanın formalaşdırılması tapşırığı verilmişdir. Bu tapşırığın da icrası ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının çərçivə saziş aləti çərçivəsində qeyri-dövlət pensiya fondları haqqında Azərbaycan Respublikasının qanun layihəsi və digər əlaqəli sənədləri hazırlanmışdır. Hal-hazırda həmin sənədlər müvafiq dövlət qurumları ilə razılaşdırılma prosesindədir. Sənədlər razılaşdırıldıqdan sonra aidiyyatı üzrə təqdim ediləcəkdir və bununla bağlı da ətraflı şəkildə ictimaiyyətə məlumat veriləcəkdir. Təşəkkürlər Emil bəy. Çox sağ olun, informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha xatırladım ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı qanun layihəsi artıq hazırlanıb və aidiyyatı qurumlarla müzakirələr aparılır bu istiqamətdə və elə bu da xeyirli tərəfləri ilə bağlı, müsbət tərəfləri ilə bağlı layihə ilə məşğul olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Emil Əliyev bizə detallı informasiyaları çatdırdı. Ötürə biləcəyimiz informasiyalar bizdən bu qədər. Söz yerinə sizdədir. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkürümü bildirirəm.